Alifatik amma açıq, yəni alkanları radikalları da belə yada saxlayın. Alifatik ikili aminin. Yaxşı bax, buna fikir verməliyik ki, həm alifatikdir, həm də yəni ikili amindir. İkili amin. Yanmasından alınan qazları əhəng su ilə keçirdikdən sonra 22,4 qaz sistemdə qaldı. Amini müəyyən edin. Amini bilmirəm. Aminin formulu nədir? Ümumiyyətlə, gəlin bir baxaq. Yəni, noldan yazmağa başlayaq. Aminlər necə olur? Formullar nə olur aminin? Baxaq. Deməli, Cn H2n plus 1 NH. İndi mənə qayıdıb, məsələn, yoldaşımızın bir sual verə bilər ki, ay müəllim, bəs məsələn, ikili amindir də, onda biz necə yazırıq? Fərqi yoxdur, uşaqlar. Bax, məsələn, aidib bu formada yazıram. Mən üçlü amin yazmaq istəyirəm. Üçlü amin formasında da yazsam, elə bu hidrogenləri bir tərəfə toplamış kimi oluram da. 1 üstə gəl 2, burada bir dənə n qalacaq. Yəni siz istəyirsiniz, bax, bu formada yazın, istəyirsiniz bu formada yazın. Oxşu bu sistem üçün, amillər üçün, yəni əsas düstur budur da. Yoldaşımızın dediyi kimi Cn H2n plus 1 NH2. İkili amin olanda da, yəni elə bir hidrogen birini azalır, bura veririk. Eyni şeyə gəlib çıxır. Aydındır? İndi deyir ki, bunun yanmasından alınan qazları, yanmasından hansı qazlar alınır? Yəni onu bir qeyd edək. Hansı qazlar alınır yanandan sonra? Kim deyər? CO2 alınacaq, H2O alınacaq, bir də N2 alınacaq. Amma bizə bir məlumat ver var burada. Alınan qazları, qaz. Bizim məsələmiz nəyin üstündədir? Karbon qazı ilə azot qazı. Sən qayd edə bilərsən buranı təzədən? Mən bir izah edəcəm. Hə, qayd edirsən? Ay sağ ol. Elə bilim dayandırıbsan ona görə. Hə. Karbon qazını azot. Çünki deyir, hə, aha. Alifatik amilin yanmasından alınan qazlar CO2 ilə azot qazı. Əhəng suyundan keçirsək, bu da bir hipotezadır. Yəni boş-boşuna vermirlər də. Əhəng suyu ilə keçirsək hansı reaksiyaya gedəcək, hansı sistemdən çıxacaq? Əhəng suyu həmişə nəyi sevirdi? Nə ilə əlaqə girirdi? Kim deyər? Əhəng suyu ilə nə gedir? CO2. Həmişə CO2 əhəng suyu ilə çöküntü verirdi. Yerdə qalan hansı qaz olacaq? Azot qaz, elə? Yerdə qalan nə olacaq? Çünki sizə qaz deyirdi. Bizim su ilə işimiz yox idi. CO2 də əhəng suyunda fəda olur. Qalır bir dənə azot qazı. Əhəng suyunu keçirdikdən sonra 22,4 qaz sistemdə qaldı. Deməli, o qalan qaz hansı qazıymış? Azot qazıymış. Bura qədər aydındır sizə. Bax, bir də bura qədər olmaq istəyirəm. Sonra siləcəm buraları. Amini bilmədim. Deyin, H2 plus 1 H2 yazdım. Yandırdım. Karbon qazı, su, azot qazı verdi. Qazlar dediyinə görə məsələdə 22,4 litr qaz sistemində qaldı deyir də. CO2 ilə azota fokuslandım. Amma CO2 də eyni zamanda əhəng suyu ilə keçib. O da yoxa çıxıb. Qaldı bir dənə nə? Azot. Mən indi buraları silirəm. Buraya yazıram nə? Azot. Aha. Reaksiyanın əmsallaşdırma mən sizə demişdim də, bir dənə amindən neçə mol azot çıxır? 0,5 mol. Mənə razısınız? Əmsallaşdıranda da, elə deyilmi? Əmsallaşdıranda 0,5 mol azot çıxır. İndi verilənləri üstünə qeyd edirik. Amini sizə verib 90 qram. 90 qram. 90 qramdan deyir ki, 22,4 litr qaz yaranıb. 22,4 litr qaz yaranıb. Özünüz bilirsiniz ki, bu neçə qramdır? 0,5, 22,4, yəni neçə litr? 0,5 yarım mol neçə litr olur uşaqlar? Aha, ezə yazıram 11,2 litr. Hardan aldığımı bildiniz də 11,2-ni. Gedə bilərik. Prosta uşaqlara aydın olsun deyə. Niyə gedəmirsən? 22,4 yenə bir yazarıq. Aha. Gəzsən elə də eləyə bilərik. Hə, buna da onda neçə qram düşür? X qram düşür, hə? Və yaxud da mən elə X qram yazaq əvvəlcə. Buradan X, aha. Buradan X-i tapanda olacaq 45 qram. Hara tapdım? 2 dəfə azalır, bu da 2 dəfə azalır, olur 45 qram. Eyni zamanda siz bilirsiniz ki, bu maddənin əməri 12N, üstə gəlinsin 2N, üstə gəlsin 1, üstə gəl 14, üstə gəl 2-dir də. Sən demiş 14-dən üstə gəlsin neçə oldu? 15, 17 elə. Bax, bu qiymət deməli 45 qrama bərabər. İndi bir dəfə təzədən izah edərəm. 14N bərabər olur. 45-dən 17 çıxan neçə eləyir? 28 deyəsən. Hə? Yoxsa səhv hesabladım. Bu da N bərabər olur 2-yə. Aha. N bərabər olur 2-yə. Yəni söhbət
Hansı maddədən gedir? N2-yə bərabərsə C2 H necə? 5 NH2. Belə bir şey yazdım. Amma sənə deyirdi ki, birli amin deyil, ikili amindir. Mən ikili amin yazıb, 2 dənə karbon qeyd eləməyim üçün necə yazaram? Yazaram NH, bir tərəfinə bir karbon, bir tərəfinə bir karbon. Mütərizədə 2 Aydındır? yazılır. Nəyi? TH3 mütərizəyə bağlayıb 2 yazarıq. Hə, artıq elə də yazıram. Eyni şeydir də. Yəni ikili amin formasında yazıram. Düz desəm, CH3 bağlayaram, bura 2 yazaram, bu NH olur. Çünki şərtdə sizə dedim ki, ikili amin deyir. Yəni mən indi belə distillan hesabladım, yəni cavab bu çıxdı da. Amma mən yazdığım axı birli amin formasıdır. Ona görə cavab budur. İndi bu da hansı maddə olacaq? Deməli C bəndi. Yaxşı? Bunun Biraz izahını uzun oldu. təbii. Hə, təzədən indi baxaq. Zəhmət olmasa Gülay, kaydı dayandırıb bir də təzədən kaydı edə bilərsin. Çünki böyük olana baxmırlar.